Salam, sabahınız xeyir. Evimə yeni bir videoma xoş gəlib, səfalar gətirmisiniz. Burada belə xeyli un götürmüşəm. Özüm biraz artıq götürdüm ki, artıq qalsın. Bunun hamısını piraşka eləməyəcəm. Bir dənə də çörək eləyirəm, çörəyimiz də yoxdur. Mən adi hər dəfə pişirəndə soruşursunuz ki, söyləysən piraşkanı nətər pişirən, xəmirini nətər yoğurursan, onu deyirəm sizə. İndi bu hızlandırılmış maya ilə eləyəcəm. Bu tez mayalandırır. Amma o birisi pak maya da var. Onunla da eləyə bilərsiniz. Mən demək olar ki, həmişə onunla eləyirəm. Bununla 100-də bir dəfə tələsəndə. İndi tez eləmək istəyirəm ki, uşaqlar səhər yeməyini yesin. Ona görə bunu eləyirəm. Bir paçka maya. Göz ayarı duz. Yəni ona görə o duzun miqdarı dəyişir. Duzun içində qara daşları olur həmişə. Belə. Bir də ilıq su. Deyirlər, soli qatıq qat, soli duru yağ qat, onu qat, bunu qat. Olub elə arada bir qatıq qatmışam. Amma qatmadığım vaxtlar da olub. İndi də qata bilərəm qatıq. O şirin qatıqdan var. Gətirim qatım bəlkə. Gətirim bir-iki qaşıq qatım. Nəyə də qatmıyorum. Deyirsiz ki, soli bunu qat. O birisi qatığa nədir? Doyuğa pişir. O birisi qatıq da dərd orası ki, təzə çalınıb şirin qatıqda. Bu bilirsiniz necədir? Belə interesli şirinliyi var qatıqda. Yemədilər də. Dünən Anjela biraz peçeniyə qatdı. Peçeni bu arada çox dadlı çıxmışdı. Belə, biraz da buna qatım, 1-2 qaşıq. Deyənləriniz var ki, nə ilə çalınırsan ki, elə şirin olub. Hətta pesok qatan xanımlarımız da var ki, qatıqları şirin olsun. Mən smetanla, ramaşka ilə çalmışam, belə olub. Bu arada qatığın üzüm vururum. Bəsdir. Neçə xörək qaşıq vururum. Bəsdir bu qədər. Bundan görün bugün imkan olsa, vaxt eləyə bilsəm, keks də pişirəcəm. Dünən Anjela pişirdiyi peçenidən demək olar ki, qalmayıb, 2 dənə belə qırıq qalıb. Onda bu suyu biraz isti eləməliyim, çünki qatıq buz kimidir. Bunu biraz istilədək. Yəni ilıqdan biraz isti eləyəcəm. Belə. Bu qədər. Xəmərimə tez yoğurum, gəlim qatıq vurması da olar bu arada. Sizlər deyirsiniz, qatıq vur, ona görə vurdum. Yoxsa ki, mən adi çörək xəmiri yoğururam. Neyse, yoğurum tez gəlim. Birdən yadıma düşür ki, şirin qatıq var, niyə də vurmayayım? Elə işlədim getsin də. Bu doyğalıq qatıq deyir, qız bunu heç kim yeməz. Biz doyğanı meyxoş deyirik. Çox adam süd zadı qatır. Yox, mən qatmıram. Doyğa deyəndə, bax, yarpaq dolması deyəndə, o gündə sizlər də yazdınız ki, söyle. Bir xanım yazıb ki, svej yarpaqdan çox xoşduram dolma. Qalan hamı yazıb ki, duzlu yarpaqdan. İnanın, duzda onu ki, pörtlətdiyim, heç qışda hazırladığımız duzlu yarpaqdan seçilmirlər. Yarpağı pörtlədəndə duz vurun, heç nə də olmayacaq. Bugün güya ki, planlaşdırırdıq ki, Xadnoyumdur, gedək Şamaxıya yarpaq yığaq. O da Vüsali ilə danışdım, deyir ki, dünən gün ortadan yağış yağar. Axşam abi ilə danışdım, heç demədi yağış yağar. Abi ilə danışdım, zəng yarımçıq qaldı, işdəydim. 1-2 dəqiqələ vaxtım vardı, uşaqların paltarını yığırdım şkafa. Aba zəng elədi görüntü ilə. Açdım, uşaqlar sakit otururdular. Danışdığımız yerdə telefonun düşlərindən təmiz söndü. Yeridibli söndü. Bəlkə 1 saat qoşa bilmədim. İnanırsınız telefonu, təzə telefon. Niyə elə oldu bilmirəm. Neyse, bu xəmir tez-tez yoğurum. Bir də kartoşka bizə Qəşəng rayonundan paylar gəlir. Sağ olsunlar, Allah 1000 qat əvəzini versin. Sizlərə çəkməsəm də, amma Anjela gələndə qəşəng paylar gətirmişdi. İndi həmin o kartoşkadan təzə çıxardıb göndəriblər. Ondan qoyacam pişsin, piraşka onunla yiyəcəm. Piraşkilər həmişə kimi çox dadlı çıxıb. Üstə 6-7 dənəsi belə içi boşdur. Amma qalanı hamısı piraşkadır. Dedim, hamısını eləməyəcəm xəmri. Amma gördüm ki, maşallah yeyilir. Dedim, qoy eləyim, yesinlər, halal xoşlar olsun. Özüm də qəşəyində oturdum, yedim. Burada tomatla sos düzəltdim. Onu nətər düzəltdim, deyim sizə. Qalan elə budur, xeylaq eləmişdik. İçinə keşni, şüyüd də doğradıq. Tomatı mən biraz azacıq yağda o yüz qovururam, çiğ qoxusu çıxır. Ondan sonra ora 1 çay qaşığı tomatın ölçüsünə görə duz, istiyor, dəyişir. Pesok dəyişir. Məsəl üçün mən vurdum 1 çay qaşığı pesok, göz ayarı duz, qırmızı istiyor, qara istiyor.
Sonra onların qəşəng hamısını qarışdırdım, qovruldu. Üstünə su tökdüm, düyünün açdım, düyün qalmasın. Baxın bu formada. Mağazin almağa dəyməz. Valla biz də arada bir alırıq, amma bu mağazində satılandan çox dadlıdır. Belə gedim mən. Xeyli işim var. Anjela sağ olsun burada qabları yudu. Sonra burada biraz qablar var. Onları yudu. Su doldurmuşuq qaba. Niyə? Çünki 2 gündür çənimiz başımız oynatır. Bilmirəm ki, telefondandır, nəyədəndir. Seyidxan yenə getdi. Hökumətin suyu gəlirdi. Amma o gedəndən sonra baxdıq ki, yenə çənin suyu işləmir. Bilmirəm, düzəldə bilmədim. Ona görə bu qaba doldurdum ki, heç olmasa əlimizi zabımızı yaxlamağa bir su olsun. Güllərimə də baxın. Bunu dünən Seyidxan həyətdən qırıb gətirib deyəsən, yoxsa uşaqlar qırıb bilmirəm. Mən gəldim ki, var. Onları yudum, təmizlədim, suyunu dəyişdim. Belə Anjela otaqları pilisos eləyir. Mən də gedim qəşəng hamam, tualeti qəşəng dərindən təmizləyim. Suları doldurmuşam, elə o suyu istifadə edəcəm, yoxsa artıq su bax belə gəlir. Ondan nə iş görüm? Tez-tez onları da eləyim. Evi sağ olsun, Anjela pilisosdadır. Evet, tozları aldım. İndi polları siləcəm. Baxın, ona görə bunu belə xoşlamıram. Üzüldü, getdi. Tez köhnəldi. Belə nəysə dəyişə bilərik. Bunu başlığa satılır. Əsas bu yaxşı olsun. Tez-tez polları da silim. Rex 2 gündür gəlmir. İnanırsınız, o qədər pis olmuşam ona görə ki, bunu taxa bilmədim. Bir dəqiqə. Gəlib taxarım. Hə. O qədər pis olmuşam ki, yoxdur. Sonra o gün ki, mən sizə çəkdim parkda video. Dedimi, xanım gətirir, yemək verir. Onu demişdim elə sizə də ki, nömrəsini götürmüşəm. Orada parkda olan itləri belə yığırlar, aparırlar, yiyəsizləri. Nəysə, o xanımla o barədə biraz söhbət eləmişdi. Birdən yadıma düşdü ki, Rex çünki çıxır çöləzada gedir. Sonra gəzir, gəlir. Dedim, bəlkə onlar yığıb aparıblar. Çünki küçədə, bacada itlər belə yiyəsiz, sahibsiz gəzəndə yığıb aparırlar. Xanıma yığdım, inanırsınız, içində elə bir qorxu var idi ki, onu Rex'ə apardılar da. Dedi ki, mən bugün parkda görmüşəm. Deyir, mən öz baxdığım itə yemək verəndə o da gəldi. Mən deyir, yeməyə az aparmışdım, amma Rex çox acı idi. Ya gedib, ilişib qalıb orada, ya bilmirəm, yolu tapa bilmir, gəlmir, başım çıxmır. Nəysə, indi Anjela da işte deyir ki, ana, gedək parka. Polları silim, ataş gəlsin, ataşına yeməyimi verim, yesin. Ondan sonra gedəcək. Anjela mən yoldaşı bir də kömür də götürəcəm. Gedəcək parka. Həm Rex'ə yemək götürüm. Görün, bəlkə düşər bizim arxamızca gələr. İndi gəlmərsə də canı sağ olsun. Axır bildi ki, salamatdır. İçimə bir rahatçılıq gəldi, valla. Nəysə, belə bunları suladım, elədim. Bunu suladım. Dünən bu gülümü çıxartdım. Bunu buradan birin Nərzin idmandan rəfiqəsi mamasına verdim. Belə qab əkdim. Yəni bunu da əkmişəm. Bu belə əyri görsənməyinə baxmayın. Çünki hamısı bir tərəfli böyüyüblər. Bunu da əkdim, verdim. Bunda bir tanışımız var. O istəyib ona verəcəm. WhatsApp statusumda paylaşmışdım. Hamının xoşu gəlib. İndi onları da verəcəm. Onlardan niyə ora qaldırmışam? Baxın, sulamışam. Altı elə bir ki, belə nəmlənib, bilmirəm nə olub. Onu siləcəm altdan, hələ bugün qoymayacam yerə. Nəysə, bunu düzəldim əlimdən, polları tez-tez silim. Rex! De qaldırdı başına, Rex! Ana Rex? De girib ağacın altına. Rex! Balım! Rex! Ay benim şeker! Gel aşkım, gel! Sen haradasan 2 gündür? Sen haradasan 2 gündür Rex? Aha bebeğim, sen niye gelmişsen bura? Aşkım, balım. Bebe. Rex, sen niye gelmişsen bura? O yolu çok hafif. Gel gidelim. Gel. Gel ağıllı, gel. Rex, gel. Rex. O da getmir, o da onu istəyir. Gel Rex, gel. Gel gidelim, gel eve gidelim, gel. Ağıllıdır Rex, gidelim. Düş qabağıma.
Gəldik sarmanın hazırlanmağına. Belə bollucana yağ, bollucana soğan, nə qədər bol varsa o qədər dadlı olar. Elədikcən etap sizə göstərəcəm. Aycım. Bura nə vurdum onu deyim. Bir dəqiqə bunu deyim. Bura nə vurdum? Tomat, sonra nar şərab olmalıdır, amma bizdə yox idi. Əslində var, Anjela deyir ki, o şirindir. Kameradan həmişə elə görsənir. Anjela bura başqa turşu vurdu. Sonra duz, istiot, həm qara, həm qırmızı istiot vurdum. İndi göyərçisini tökəcəm. Bura bu arada nədir, su zat hələ heç vurmamışam. Burada da bolluca keşni, şüd, bir də sveji nanə, indi quru nanə də vuracam. İçliyi belə qəşəng hazırladım, bol, yağlı. Biraz, yarım stəkan kimi su vurdum. Baxın, yağı görürsünüz. Buradan çıxır. Yağlı olanda düyü pişəndə o yağı çəkir canına. Onda çox dadlı olur. Anjela ilə qəşəng oturduq, bükdük. İçlikdən qaldı biraz. Çox eləmişəm içliyi. Suda tökdüm. Daha yağ tökməyəcəm çünki çox yağlı idi. Orada pişsin, görürsünüz. Bu qədər yağ tökmüşəm deyə ona görə daha yağ vurmayacağım. Bu qaldı içlikdə. İndi bunu yığacam. Qəşəng bir dənə qaba. Bunu baxaram. Sabahda zatda bəlkə biber alaram, biber dolması eləyərəm. Biberin içine doldurub elə pişirərəm. Anjela deyir ki, qoy buzxanaya, sonra eləyərsən. Dedim, yox, buzxanada bəlkə düyü qırılar. Rəngi çox gözəldir, amma burada belə kamerada rəngi gözəl düşmür, boz bulanlıq düşür. Nəysə, dadı tamama qəşəkdir. İstəsəz bunu uzun düyünlə eləyin, istəsəz yumru düyünlə. Məndə ağdaş düyüsü var, yumru düyü. Bu tamlı düyüdür, ona görə bundan elədim. Dolma pişdi, baxın, tam yağa düşəndən sonra götürüm. Çox ləzzətli olur. Belə çıxartdım, qaba qoydum ki, soysun. Yesinlər, mən də burada yemək pişirirəm. Bu da belə toyuq yeməyimiz hazır. Salam qızlar, hər vaxtınız xeyir. Bugün mayın 21-i. Mən dünən o videonu, bura qədər izlədiyiniz videonu yekunlaşdıra bilmədim. Deyirəm, uşaqlar evdə rahat-rahat danışırlar, gülürlər, gəzirlər, söhbət eləyirlər. Mənim əlimdə telefon görməsinlər də. Ona görə çəkiliş zat eləmədim. Amma inanın, o qədər iş zat görürük, nə bilim, gündəlik. Çox, yəni çəkilməli çox şey olur, çəkə bilmirəm. Belə, dünən gördünüz də, Rexi getdim gətirməyə. Yaxşı xanımın nömrəsini götürmüşəm, zəng elədim. Deyir ki, Solmaz xanım, çalışın dedi, onu aparın evə. Çünki onun ayı balacadır. Biz belə, bu avçarka da boyu hündürdür, böyük görsənir. İndi yenə yoxdur, bu arada gedib. Boyu böyük görsənir, amma mən özlüyümdə fikirləşirdim. Ataş da yazmışdı internetdən, bu nətər hərəkətlər, zatlar eləyir. Orada da demişdilər ki, o 7-8 aylıqdır, yəni böyükdür. Saçımı da elə tarıma yığmışam ki, başıma ağrıdı. Hə? Biz elə təxmin eləyirdik ki, elə bu 7-8 aylıqdır. Sonra həmin xanım da dedi ki, heç 7 ay bəlkə də olmaz deyir, balacadır. Belə, mənə dedi ki, çalışın gətirin. O dedi, o birisi itlər, böyüklər onun üstünə cumur, bu başa düşmür. Bu elə başa düşür ki, bununla oynayırlar, amma bunu boğuşdururlar. Bu yazıq da deyir, uzanır, arxası üstə başlayır oynamağa. Burada da elədir, elə yaxınlaşan kimi uzanır, kömür kimi oynamaq istəyir. Balacadır. Nəysə getdik, da sizə çox çəkə bilmədim. İnanmarsınız, üstündən bəlkə mən deyim 20, siz deyim ki 40 gənə öldürmüşəm. Şişiblər belə yekə olublar. Gənə elədi ki, yapışdısa sırazı qanı sorur da. Hələ eləsi vardı, heç yapışmamış da tükünün üstündəydi. Elə dərisinə gedib çatmayıb. Onlar yavaş-yavaş gedir axı. Nə qədər gənə təmizləmişəm, nə qədər gənə təmizləmişəm. Hamısı olub elə bil ki, belə böyük də lambuçqadlar elə bir şişiblər. Biz ona təzə vurmuşduq, bir gənə dərmanı. Amma demək ki, təsir eləməyib ya, təsir eləyib. Çünki evdə mən baxanda onda yox idi, heç nə yox idi. Bir dəfə də deyəsən videoya çəkmişdim, baxdım, axtardım üstündə, heç nə yox idi. Park dolu gənədir. Biz kömrü bir dəfə, 2 dəfə aparıb gəzdirib görmüşük. Kömürün şampunu var, bitəyə, gəniyə qarşı. Ondan temizdirik, kömrə dəymir, toxumur. Olsa da tükün üstündə olur. Biz də onu tez-tez baxırıq.
Ona görə yay gələndə kömürün tükün sıfır eləmək istəyirəm ki, olan belə olsa gözümüzün qabağında olsun da. Bu da bütün gün ağacın altında yer, oynayır, yatır orada. Qabaqlarında var idi belə iri-iri sümüklər zatlar kimsə atmışdı. Gəldi, yəni elə deyim ki, ac idi, yemək istəyirdi. Yox, biraz yedi, çox yemədi. Onun üçün yemək pişirib getmişdim. Birinci yemək aparmaq istədi. Sonra dedim ki, mən bunu yemək aparıb orada versəm, bunun qarnı tox olsa, bu mənim arxamca düşüb gəlməyəcək. Az olsun ki, gəlsin dalınca. Həm kömürü gördü, elə sevinir, inanırsınız. Sonra gəldik, yavaş-yavaş biz 3 adam, Anjela mən yoldaş gətirdik evə. Gəldik, buralar tanıyanlar bilir. A+'u keçəndə bir dənə orada it var, o 1-2 dəfə də kömrə cumub. Elə bil ki, qəribə itdi, elə bir saqqalı zadı var, valla. Belə interesli itdi. Arıq, sarı itdi, saqqalı zadı da var. O cummadı mı Rex'in üstünə? Rex'i qovalayır. Ay Allah, bilmirəm ki, bunu mən nətər qucağıma ala bilmərəm. Ağırdı, onun güc çatmaz da. Rex'in patisi belə ağırdı, onu nətər qaldıraq. Yəni, qucağa alınan itdir. Kömrə nə var bu boydanadır. Nəysə, orada balaca bir dənə park var. Qaçdı, qovdu onun dalıyca. O da hürür. O da öz yerini qorumağa çalışır. Yəni, Rex'lə bir şəxsi qərəzliyi yoxdur. Öz yerini qorumağa çalışır. Anjela bir tərəfdən o iti aralaşdırmağa çalışır. Yoldaşı kömrü tutmağa çalışır. Mən də Rex'i qurtarmağa çalışırım. Rex də elə yazıq-yazıq belə baxır, adam ürəyi ağrıyır. Nəysə, onun ağzından bir yarım saat cəbəlləşdik. Onun ağzından Rex'i qurtardıq. Yavaş-yavaş gəldi arxamızca. Gəl deyə mənim səsimə gəlirdi. Gəldi, dedim, indi yaxşı, bura gəldik, çatdıq. Bunu mən balkona nətər çıxardacam, həyətə. Fikirləşdik, nətər eləyir. Dedim, daha başqa çarə yoxdur. Deyirəm də, o ağırdı, qucağımıza alıb onu setkadan keçirdə bilmərik həyətə. Dedim, gətirək blokdan girsin evə, evin içinə geçsin həyətə. Gəldi, blokda dirəndi. Girmir içəri. Sonra Ataş evdeydi. Ataşa dedim ki, Ataşı çox istəyir. Dedim, Ataş, gəl sən çağır. Ataş görən kimi qaça-qaça gəldi, girdi evə. Getdi düz balkona, çıxdı. Bütün gün yatdı. Bax, indi səhər saat 7-dir. O, əstağfurullah, 7 nədir? 8-dir. Ataş indi məktəbə gedib. Baxdım, yoxdur. Bilmirəm. Səhər 7-dən yəni yoxdur da. Mən durdum Ataşı durğuzmağa, gördüm ki, yoxdur. Yəqin demək ki, parka gedib. Biz onu zincirləmək istəmirik, bağlamaq istəmirik ya. O özgür itdi də. Mən onu nətər bağlayayım, günahdır. Mən bağlaya bilmərəm onu, bilmirəm. Ataş deyir ki, bağlayaq. O xanım da deyir ki, bağlayın deyir. Yazıq da onun başına bir iş gələcək də. O xanım da deyir ki, deyir, onun başı çatmır, deyir. O cürünə evdən, o cürünə yerdən deyir, qaçır, o cürünə insanlardan qaçır. Sadəcə olaraq onun baxdığı oradakı itdə, deyir, ev sevmir. Yəni, bunlar deyir, özgür yaşamağı öyrəniblər də, ona görə bunlar belədilər. Amma Rex kimsə onu buraxıb. Balaca da olsa onu kimsə buraxıb. O xanım da deyir ki, deyir, bura gələndə deyir, balaca idi elə. Yəni, böyük kimsə böyüdüb buraxmayıb. Yəni, bəlkə balası olub, görüblər, baxa bilmirlər. Biraz böyüyüb aparıb parka buraxıblar. Amma günahdır. Yəni, heyvanı mənə çox söz deyirsə kömürlə bağlı. Mən kömürü niyə heç kimə vermirəm? Verə bilmərəm. Onun nə qədər Allah ona ömür veribsə bizim evimizdə olacaq. Allah mənə nə qədər can sağlığı veribsə bizim yanımızda olacaq. Bilmirəm, mən öləndən sonra başıma nəsə bir iş gələndən sonra neyniyəcəklər, ona söz vermirəm. Amma mən sağ olduqca o bizim evdə olacaq. Onu, heyvanı sevən bilər ki, biz onu ata bilmərik. Biz onu nətər o boydana vaxtı bizə örgənib, bizi ilə yaşayır. O bilirsiniz necə stres keçirdir. Bəzi insanlar gülür, deyir, hə, yaxşı. O yaxşı deyənlərin başında problem var. Vallahi o da candır, o da fikirləşir. Dünən hətta mən Seyidxana deyirəm ki, Rexə bəlkə də ağır gəlir, pis olur, o bizdən qaçır gedir. Biz çünki başqa fikirləşirik, niyə qaça bilər? Deyirəm, ola bilsin ki, o fikirləşir ki, kömrü içəri salırlar, evə salırlar, məni salmırlar. Deyirəm, bəlkə Seyidxan deyir, bəs nə? O deyir, onu fikirləşir.
Valla biz elə fikirləşirik. Biz öləndə, biz insanlar bir gün heyvan cildində qayıdıb gələcək bu dünyaya. Bax, mən elə fikirləşirəm. Fikirləşirəm, hamı elə danışır da, yəni bilənlər. Biz bilmirik başımıza sabah nə iş gələcək. Amma mənə Allah can sağlığı verdikcə, mən əlimdən gələni eləyəcəm. Gücüm çatan budur hələ ki. Vallahi gücüm çatsa, imkanım olsa bütün heyvanları yığaram. Da yığıb aparıb öldürmək yox, qısırlaşdırmaq yox. Qısırlaşdırmağa da belə bir yerdə pis baxmıram. Çünki çoxalırlar. Çoxaldıqca da baxmaq çətinləşir. Onlar da qınamıram qısırlaşdıranları. Amma öldürmək, ad saxlamaq, nə bilim, mən başım belə şeyləri götürmür, almır. Fikirləşmək belə məni dəli eləyir. Vallahi, nə qədər kömrü də baxmağın çətinliyi də var. Reksin də özünün çətinliyi var. Məsəl üçün, harasa gediriksə fikirləşir, onlar ac qalacaqlar. Kömrü mən məcbur özümlə aparmalıyam. Onların məsuliyyətləri var. Hətta mənə bir izləyicim demişdi ki, olsa mənə deyərsiniz, uşağı istəyirdi, gözəl bacım, çox istəyirəm səni. Amma baxa bilmədilər. Vallahi, baxa bilmədilər. Mənim həmin bu kömrü bizə verən xanım, Gülər xanımın qızının iti idi. Xaricə köçüb gedirdi, həkim idi. Ora apara bilmirdi onu. Ona görə vermək istəyirdi. Mənə dedi ki, Solmaz, özün kimi bir insan istəyirəm ki, buna can yandırsın, baxsın. Mən də izləyicim dedi, istədi ki, yaxşı baxacaq. Apardılar. Bilmirəm, bir günmü, 2 gün dedilər ki, baxa bilmirik. Təzədən qayıtdılar. Yəni, hamı baxa bilməz, hamı məsuliyyəti götürə bilməz üstünə. Mən də bilmirdim kömrü götürəndə belə çətin olacaq, məsuliyyətli olacaq. Uşaqlar dedilər, götürək, bu qədər bağlanacağımızı bilmirdik. O vaxt da kömrü götürməmiş də biz heyvan sevirdik. Nə bilim, haradasa görəndə ürəyim ağrıyırdı, pis olurdum. Amma bu dərəcədə döyürdüm. Evdə olanda tam başqa olur insan. Yəni, evdə özüm baxanda tam başqa olur. Nəysə, qızlar, demişdim ki, bu videoda sizə göstərəcəm. Anjela mənə qəşəng donzad alıb. Amma göstərə bilmədim, çünki Seyidxan orada yatıb, daha girib şaqqa-şuq salmayayım. Ona görə inşallah sonra bir vaxt bəlkə əynimdə zadım daha cansa göstərərəm. Üzürü sayın videolar belə gəlir. Gecişəcək bu videoda bilirəm, amma başqa çarəm yoxdur. Hamınızı öpürəm, özünüzə yaxşı baxın, Allaha əmanət olun. İnşallah Allah qismət eləyərsə sabah görüşərik. Bugün planımızda nədir? Şamaxıya yenə getmək idi, amma Seyidxan deyir ki, mən işimdən gedə bilmərəm. İşə gedəcəm, hələ yatır, indi durub gedəcək. Nərgiz xanımın da səhər məşqi yoxdur, evdədir. Belə, bir dənə ataş yoxdur. İndi görüm, Nərgiz dünən paltar zat deyirdim, nəsə almaq eləmək. Bəlkə getdik, mağazinə zada getsək, sizi aparacam, sizi də özümlə gəzdirəcəm. Siz də məndən gəzərsiniz bir yerdə. Belə, sabah Ataşqamın ad günüdür, amma eləmirik ad günü. Mən illərdir eləmirəm. İndi bəzilər deyəcək ki, niyə? Anjela da sizdədir, bir dənə süfrə açsın, neynə? O süfrəni biz hər gün açırıq sizə, çəkməsəm də. Balaca bir, nə bilim, yemək pişirdiyimi göstərsəm də, yox, valla hər gün açırıq da, yerik də, içirik də, danışırıq da, gülürük də. Amma belə ad günü eləyim, nə bilim, nə eləyim, onları çoxdan buraxmışam da, eləmirəm. Ataşa pul verirəm, özü hansı sinif yoldaşını istəyir, götürür, gedir, haradasa otururlar, nəsə yeyirlər, eləyirlər. Belə. İstəmirəm evdə təmtəraqlı, nə bilim nə. Deyirəm də, onları çoxdan yığışdırmışam. Nəysə qızlar, getdim hələlik, inşallah. Qismət olarsa sabah görüşərik.